Sertifikasiyadan keçməyən sürücülər sistemdən çıxarılır. Taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb. Sertifikat falan hər şey sənəd, narkoloji, sonra hamısı tələb olunur sürücüdən. Amma çıxarılanlar var şəxsən, bloklanır hesab. Bizim şirkətindən xeyir, amma belə tanıdıqlarım olub ki, yəni sertifikasiyasına görə işləmir. Yəni bizdə şirkətlərin hamısında yəni sertifikat var. Sertifikatımı almışam, bizə də məlumat gəlib. Adı çəkilən taksi şirkətindən Xəzər xəbərə bildirildi ki, buna səbəb həmin sürücülərin təlim sertifikatlarında uyğunsuzluqların aşkarlanmasıdır. Qeyd edək ki, şirkət müntəzəm olaraq xidmət göstərən sürücülərin və avtomobillərin qanuna uyğunluğunu audit eləyir. Bu proses zamanı təlim sertifikatlarında və avtomobillərdə uyğunsuzluq aşkar edilən sürücülərin taksi fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq olunur. Bu uyğunsuzluqlar aradan qaldırılarsa, həmin sürücülərin BOLT tətbiq etməsində fəaliyyətinə yenidən icazə veriləcək. Bundan əlavə, BOLT sistemində sürücülərin qeydiyyatı zamanı təlim sertifikatının təqdim edilməsi tələb olunur ki, sürücülər sertifikatlarını sistemə yükləyib, lakin müntəzəm sürücü verifikasiyasının auditi zamanı bəzi uyğunsuzluqlar müəyyən edilmişdir. Bununla əlaqədar olaraq sürücülər yenilənmiş və düzgün sertifikatları sistemə əlavə etmələri üçün artıq tərəfimizdə məlumatlandırılmışdır. Lakin sertifikasiyadan keçən sürücülər də vəziyyətdən narazıdırlar. Qoyulan qaydalarla işləyən taksilərdə qiymətlərin artacağını düşünən sürücülərin bu gözləntiləri özünü doğrultmuyub. Yəni tələb elədilər, getdik, aldıq. Amma summalara daha düşüb. Təcrübəli sürücülər daha çox olur. Müştərilər biraz razı qalırlar. Yəni bu cəhətlər var. Taksilərə yer azdır. Şəxsi maşınlar taksilərin yerində dururlar. Taksilərə məsələn şərait yaradılmır ki, avtobus zolağına girsin, hərəkət eləsin. Taksi də bir ictimai nəqliyyat vasitəsidir. İctimai nəqliyyat vasitəsidir ona görə ki, insanlar taksidən niyə istifadə edirlər? Tez çatsınlar deyə ünvan A nöqtəsindən B nöqtəsinə. Mən biraz qiymət yüksək olmağını gözləyirdim, amma yüksək deyil. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən Xəzər xəbərə bildirildi ki, qeyd olunan uyğunsuzluqlarla bağlı sürücülərə yox, şirkətlərə xəbərdarlıq edilir. Belə ki, taksi sifarişi operatorları icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, bugünə kimi 40 minə yaxın taksi sürücüsü təlimə cəlb olunub.